Salam, hər vaxtınız xeyir olsun. Biz bugündən etibarən ikinci şansa qədər abituriyentlərə dəstək məqsədi ilə TİM-in keçirdiyi bütün qəbul və sınaqların izahlarını verəcəyik. Biz bugün 2021-ci ildə keçirilmiş qəbulun izahına baxacağıq. Gəlin bitirmədən 31-ci suala baxaq. 31-ci sual nədir? Azərbaycanda dəmir əkinçiliyinin inkişafına imkan verən təbii amillər. Dəmir əkinçiliyi biz bilirik ki, nədir? Suvarma olmadan, yəni təbii şəraitdə yağışın yağması ilə həyata keçirilən əkinçilik növüdür. Punktlara baxaq. Birdə deyir ki, quraq iqlimə malik ərazilərin geniş yayılması. Bu xeyr, burada quraq iqlim ərazilərdə suvarma əkinçiliyi həyata keçirilir. Ona görə 1 olmaz. Daha sonra alçaq və orta dağlı ərazilərdə geniş yayılması. Bəli, bu tamamilə doğrudur. Yəni dəmir əkinçiliyi alçaq və orta dağlı ərazilərdə daha geniş yayılmışdır. 2-ni götürərik. Daha sonra yüksək dağlı ərazilərin mövcudluğu. Yüksək dağlı ərazilərdə əkinçilikdə heyvandarlıq üstünlüyü təşkil edir. Ona görə 3 götürməliyik. Kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi. Bu da olmaz. Yəni yeni texnologiyaların suvarmaya heç bir aidiyyəti yoxdur. Ona görə 4-ü götürməliyik. 5-də deyir ki, mülayim isti iqlim tipinin geniş yayılması. Bəli, bu tamamilə doğrudur. Yəni dəmir əkinçiliyi orta dağlı və mülayim isti iqlim ərazilərində geniş yayılmışdır. Ona görə düzgün cavabımız olacaq burada 31-də Y bəndi. 62-yə baxaq. Ölkədə 62-də deyir ki, ölkədə dəmir yolunun orta sıxlığı 400 metr bölünsün kvadrat kilometrdir. Uzunluğu isə 32.000 kilometrdir. Bu ölkədə əhalinin sayı 8 milyon nəfərdir. Nəfərdirsə əhalisinin orta sıxlığını hesablayın. Biz bu məsələyə iki məsələ kimi baxacağıq. Yəni bu nöqtəyə qədər 32.000-ə qədər bir məsələ kimi baxacağıq. Ondan sonrasını isə ikinci bir məsələ kimi baxacağıq. Yəni bu məsələlər bu cür həll olunur. Orta sıxlıq bizdə verilib 400 metr bölüsü kvadrat kilometr. Yəni uzunluğu isə 32.000 kilometrdir. Biz burada nə etməliyik? Ölkənin sahəsini tapmalıyıq. Ölkənin sahəsini tapan zaman 32.000-i böləcəyik 400 metr bölüsü kvadrat kilometrə. Burada diqqət elədiyimiz məqam isə ondan ibarətdir ki, 32.000 kilometri biz metrə çevirəcəyik. Yəni 3 milyon 200 metr olacaq. Onu da 400-ə böləndə bizə verəcək 80.000 kvadrat kilometr verəcək. Yəni tapdıq ki, biz ölkənin ərazisi sahəsi 80.000 kvadrat kilometrdir. Və bizdən ölkənin əhalisinin sayı 8 milyon nəfərdirsə, əhalinin orta sıxlığını bizdən istəyir. Yəni sıxlığı da biz bilirik ki, necə tapırdıq? Əhali bölünsün ərazi nisbətidir. Biz tapdıq ki, əhalinin sayı 8 milyondur, ərazisi isə 80 min nəfərdir. Onda biz belə eləyəcəyik, 8 milyonu böləcəyik 80 minə daha doğrusu, o da bizə verəcək 100 nəfər. Düzgün cavabımız olacaq 32-də A bəndi. Daha sonra 33-ə baxaq, qütb ulduzunu görmə bucağının azalmasına görə verilmiş ərazilər düzgün sırasını müəyyən edin. Yəni qütb ulduzu şimal yarımkürəsində görünür, yəni cənub yarımkürəsində görünmür, bunu bildirim. Yəni siz hansı enlikdə şimal yarımkürəsi hansı enlikdə yerləşirsə, qütb ulduzunu o bucaq altında görəcəksiniz. 10 dərəcə şimal enlikdə durmusunuzsa 10 dərəcə bucaq altı görəcəksiniz və yaxud da 90 dərəcə şimal enlikdə durmusunuzsa 90 dərəcə bucaq altında görəcəksiniz. Və bizdən deyir ki, qütb ulduzunun görmə bucağının azalmasına görə verilmiş şəhərlərin düzgün sırasını müəyyən edin. Yəni çoxdan aza doğru gedəcək. Birinci Yakutsk gələcək, yəni qütbyanı ərazi olduğu üçün 3. Daha sonra Kazan gələcək, mülayim iqlimdə yerləşir 4. Daha sonra Ankara gələcək, Ankaranın təxmini enliyi 41-40 şimal enliyidir. Ona görə Ankara. Daha sonra isə gələcək Aşqabad. Aşqabad da təxminən 39-38 şimal enliklərində yerləşəcək. Düzgün cavabımız olacaq 3, 4, 1, 2 A bəndi. Daha sonra 34-ə baxaq, düzgün ardıcıllığı verildiyi sıranı müəyyən edin. Baxın, cavan dağlar 3-cü mərhələyə aid olacaq, qədim dağlar isə 4-cü mərhələyə aid olacaq. Kopyatdaq cavan 3-cü mərhələ, bəli bu doğrudur, 1-i götürərik. Sonra Apalaç qədim birinci mərhələyə 4-cü mərhələ olmalıdır. Ona görə 2-ni götürmürük. Ant dağları cavan, amma 4-cü mərhələ verir. Burada 3-cü mərhələ olmalıdır. Ona görə 3-ü götürmürük. Qafqaza baxaq. Qafqaz cavan, 3-cü mərhələ. Bu tamamilə doğrudur. 4-ü götürürük.
Daha sonra baxaq 5-də Ural qədim ikinci mərhələ, Ural ikinci mərhələ yox, dördüncü mərhələ olmalıdır. Ona görə 5-i götürmürük. Atlasa baxaq. Atlas Cavan üçüncü mərhələ. Bu tamamilə doğrudur. 5-i də 6-nı götürürük. Düzgün cavabımız olacaq bizdə 1, 1, 4, 6. Eləyəcək bizdə Y bəndi. Sonra 5-ə baxaq. Zond qızıl yatağın coğrafi mövqeyinin dəqiq müəyyən edilməsi üçün hansı izahat rayonunun xəritəsindən istifadə edilir? Bu göstərilən ərazilərdə yalnız Gədəbəy və Kəlbəcərdə qızıl yatağı mövcuddur. Bir də Zəngilanda qızıl yatağı mövcuddur. Bizdə isə zondun hansı fiziki coğrafiyada rayonda yerləşdiyini soruşduğu üçün bu Kəlbəcər rayonu olacaq. Düzgün cavabımız olacaq burada Y bəndi. Daha sonra 36-ya bax, ümumi torpaq fondunun becərilən torpaqların otlaqlardan üstün olduğu ölkələr, yəni becərilən torpaqlar əsasən mülayim isti iqlimdə, otlaq torpaqlar isə tropik və subtropik ərazilərdə, həmçinin dağlıq ərazilər, dağlıq və kontinental ərazilərdə geniş yayılmışdır. Ona görə də bizdən burada becərilən torpaqların üstünlüyü soruşur. Bizdə Əfqanistan olmayacaq. Əfqanistanda otlaqları yüksəkdir. Ona görə biri səhvdir. Fransa düzdür. Hindistan olar. Türkmenistanda otlaqlar üstündür. Monqolistanda otlaqlar üstündür. Bir də Ukrayna olacaq. Düzgün cavabımız olacaq 2, 3, 6 Y bəndi. Yenə dediyim kimi otlaqlar əsasən mülayim isti iqlimdə becərilən torpaqlar mülayim isti iqlimdə, otlaqlar isə tropik və subtropik ərazilərdə, həmçinin kontinental ərazilərdə geniş yayılmışdır. Sonra 37-yə baxaq, uyğunluğu müəyyən edir. Kanallar verir. Yuxarı Qarabağ, Baş Muğan və Yuxarı Şirvan. Bunlar haqqında gəlin kiçik bir məlumat əldə edək. Yuxarı Qarabağ Mingəçevir su anbarından başlayır və Bəhramtəpə su qovşağına tökülür. Baş Muğan isə Bəhramtəpə su qovşağından başlayır. Yuxarı Şirvan isə Mingəçevir su anbarından başlayır və Şirvan düzü ərazilərini suvarır. Bura qədər öyrəndik. Gəlin indi məlumatlarımızı tətbiq eləyək. Qidalanmasının əsas mənbəyi Arazdır. Bu Baş Muğana aid olacaq. 1-ə gedəcək A, daha doğrusu 2-yə gedəcək A. Daha sonra Bəhramtəpə su qovşağına tökülür. Yuxarı Qarabağ Bəhramtəpə su qovşağına tökülür. 1-ə gedəcək B. Daha sonra Ağdaş, Ocaq, Kürdəmir rayonları suvarılmasında istifadə olunur. Bu Yuxarı Şirvana aid olacaq. 3-ə gedəcək C. Daha sonra Ağcabədi və Beyləqan rayonları əkinçiliyin inkişafında böyük əhəmiyyət daşıyır. Bu aid olacaq, Yuxarı Qarabağa aid olacaq. 1-ə gedəcək D. Daha sonra baxaq, Kürü və Arazın sağ sahilində yerləşən düzənliklərin suvarılmasında istifadə olunur. Bu Baş Muğana aid olacaq. 2-yə də gedəcək Y. Düzgün cavabımız oldu 1-ə B-dir, 2-yə A-Y, 3-ə olacaq C. Düzgün cavabımız oldu D bəndi. D bəndi. Sonra 39-a baxaq. Qara meteorologiya aiddir. Dəmir filizinin çıxarılması bəli tamamilə doğrudur. Sosial infrastrukturun yaradılması bu xidmət sahələrinə aiddir. Ona görə biri götürmürük. 2-ni daha doğrusu götürmürük. Biri götürürük, 2-ni götürmürük. İntensiv və ekstensiv təsərrüfatlar bu kənd təsərrüfatına aid bir termindir. Ona görə 3-ü götürmürük. Daha sonra çubuğun və polunun əldə edilməsi bu 4-ü götürürük və prokat istehsalı yəni 5-də götürüb. Prokat dediyimiz armatur dəmirləri nəzərdə tutur. Düzgün cavabımız olacaq 1, 4, 5 D bəndi. Yəni sosial infrastruktur yaradılması bu xidmət sahələrinə aiddir. İntensiv və ekstensiv təsərrüfat isə aiddir. Əsasən kənd təsərrüfatı terminə aiddir. Daha sonra 39-a bax. Eler-Venn diaqramına əsasən uyğun bəndlərini müəyyən edin. Qarabağ dağları fiziki coğrafi rayonu və Talış fiziki coğrafi rayonu. Bizdən oxşar və fərqli xüsusiyyətlərini Eler-Venn diaqramında müqayisə etməyimizi istəyir. A-da deyir, meşələrlə rekreasiya ehtiyatları və mineral sularla zəngindir. Bu hər üçün aid olacaq, yəni 3-ə A gedəcək. Daha sonra orta dağlıq zonada bağ çöl landşaftı inkişaf etmişdir. Biz bilirik ki, orta dağlıq zonada
meşə landşaftı inkişaf etməlidir. Amma Talış dağlarında inversiya getdiyi üçün burada dağ meşə landşaftı deyil, dağ çöl landşaftı inkişaf etmişdir. Ona görə Talışa gedəcək, yəni 2-yə gedəcək B. Daha sonra ərazisində yay quraq keçən mülayim isti iqlim tipi formalaşmışdır. Bəli, bu hər ikisinə aiddir. Yəni Talış dağlarının, Talış fiziki coğrafi rayonunun böyük hissəsi və Qarabağ dağları fiziki coğrafi rayonunun isə Füzuli rayonu hissəsində yayılmışdır. Ona görə 3-ə gedəcək C. Daha sonra Orta Dağlı zonunda əsas landşaft tipi dağ meşədir. Bu gedəcək Qarabağa aid olacaq. Yəni Qarabağ dağlarına aid olacaq. 1-ə gedəcək D. Daha sonra ərazisində paleogen dövrünə aid süxurlar üstünlük təşkil edir. Paleogen dövrünə aid süxurlar Talış dağlarında, sonra Zəngəzur silsiləsində və Şahdağ silsiləsində üstünlük təşkil edir. Ona görə Talış fiziki coğrafi rayonuna aid olacaq. Y Talış fiziki coğrafi rayonuna aid olacaq. Daha sonra ərazinin çox hissəsi qış aylarında nisbətən quraq keçir. Yəni Talış fiziki coğrafi rayonunda yay ayları rütubətli, qış ayları isə yay ayları isə quraq keçir. Qarabağ dağlarında isə qış ayları nisbətən quraq, yay ayları isə rütubətli keçir. Ona görə də Qarabağa aid olacaq F. 1-ə aid oldu DF, 2-ə aid oldu BI, 3-ə aid oldu AC. Baxaq görə hansıdır? 1-ə aid düzgün cavabda olacaq 1-ə DF, 2-yə BI, 3-ə AC. Düzgün cavabımız olacaq C bəndi. Bir də baxaq. 1-ə DF, 2-yə BI, 3-ə AC. Bəli, doğrudur. Sonra 40-a baxaq. 40-da maraqlı bir məsələmiz var. Ona baxaq. Deyir ki, səyyah A nöqtəsindən 0 dərəcə azimut A nöqtəsindən 0 dərəcə azimutla 6660 km 6600 km hərəkət edib. Daha sonra isə həmin ərazidən 270 dərəcə azimutla 5124 km yəni 5124 km qərbə hərəkət eləyib və səyyahın çatdığı nöqtənin coğrafi koordinatları və həmin nöqtə ilə A məntəqəsi arasındakı saat fərqini bizdən istəyir. Gəlin baxaq. Birinci A nöqtəsi baxın 20 dərəcə cənub enliyində yerləşir. Yəni 0 dərəcə azimut şimala gedir, yəni şimala doğru hərəkət edir. 6660-a böləcək 111-ə. Bizə verəcək 6660-a böləcəm 111-ə. Bir dəqiqə. 6660 bölünsün 111. Bu bizə verəcək 60 dərəcə verəcək. Baxın 20 dərəcə bu cənubda yerləşir axı. 20 dərəcə 0-da 20 dərəcəyə qədər 20 dərəcə gedəcək. Sonra qalacaq 40 dərəcə. 40 dərəcə hərəkət edəcək, çatacaq 40 dərəcə şimal enliyinə. Baxın çatdı 40 dərəcə şimal enliyinə. 40 dərəcə şimal enliyində də bir paralel qövsün uzunluğu 85,4 kilometrdir. Daha sonra həmin ərazidən deyir ki 5124 km isə qərbə hərəkət edib, yəni bu tərəfə hərəkət edib, özü sağ tərəfə hərəkət edib. Biz də 5124-ü böləcəyik 5124 bölünsün 85,4-ə. Yəni 5124 bölünsün 85,4. O da bizə verəcək 60 dərəcə. Yəni baxın 60 dərəcə. Baxın 30 dərəcədə idi. Yəni 30 dərəcə baxın Qrinviçə qədər olandı. Yəni başlanğıc meridiana qədər olan məsafə. Bir də 30 dərəcədə başlanğıc meridiandan yəni 30 dərəcədə başlanğıc meridianına qədər sonrakı, yəni qərbə doğru hərəkət eləyib. Ona görə də məntəqəmiz olacaq. Baxın burada, yəni 40 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğunda yerləşəcək. Yəni bir də deyirəm, 30 dərəcə 0 ilə 30 dərəcə arasında 30 dərəcə fərq var. Yəni 30 dərəcə Qrinviçə qədər olan məsafə, ondan sonra isə təzədən 30 dərəcədə qərbə doğru hərəkət elədi. Yəni çatdığı məntəqə olacaq 30 dərəcə qərb uzunluğu. Yəni bu oldu, bizdə birini tapdıq ki 40 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğu, koordinatını tapdıq. Sonra bizə deyir ki buranı təmizləyim. Sonra bizdən görə nə istəyir? Bizdən istəyir ki baxın bura çatıb.
Bizdən istəyir ki, A nöqtəsi ilə arasındakı saat fərqini istəyir bizdən. A nöqtəsinin arasındakı saat fərqi, baxın, saat fərqi biz bilirik ki, medianlar arasında olur. Yəni paralel arasında saat fərqi olmur. Yəni biz də baxaq görək nə qədərdir. 60 dərəcə fərq, 30 30 60 60 vurulsun 4 eləyəcək bizdə 240 dərəcə. 240 dərəcə və 240-ı da böləndə biz 1 saata, yəni 60-a böləndə eləyəcək 4 saat. Düzgün cavabımız olacaq 40 dərəcə şimal ilə 30 dərəcə qərb uzunluğu və aralarındakı saat fərqi isə 4 saat olacaq. Düzgün cavabımız olacaq burada Y bəndi. Biraz həm maraqlı, həm də biraz uzun məsələdir. Yəni biraz diqqətlə qulaq assanız bu məsələni həll edə bilərsiniz. Buranı təmizləyim. Daha sonra baxaq. 41-ə baxaq. Düzənlik ərazilərdə pambıqçılığın geniş inkişaf edilməsi nəticəsində baş verən hadisələrin düzgün ardıcıllığını bizdən istəyir. Yəni səbəb nəticəni bizdən soruşur. Baxın, birinci nə olar? Birinci baxın, birinci suvarma yaranar, yəni pambıqçılıq əkinçiliyi üçün. Pambıq, yəni quraq ərazilərdə əkilir, yəni quraqlığı sevən bitkidir, yəni istiliyi sevən bitkidir, həmçinin suya tələbatlı bir bitkidir. Əsasən tropik və subtropik zonalarda əkilir və suya həddindən artıq tələbkar bir bitkidir. Yəni birinci pambıq əkmək üçün nə edərik? Suvarma şəbəkəsi salınır. Birinci 3 ilə başlayarıq. Daha sonra 3. Daha sonra suvarma baş verdiyi, yəni çox suvarma tələbkar bitki olduğu üçün nə olar? Yeraltı suların səviyyəsi qalxır. Sonra 4 gələr. Sonra yeraltı suların səviyyəsi qalxdığı üçün də nə olar? Torpaqların şoranlaşma prosesi baş verir. Ona görə 2. Və ən axırda da kollektor drenaj şəbəkəsi yaradılır. Yəni şoranlaşmaya qarşı kollektor drenaj şəbəkəsi yaradılır. Düzgün cavabımız olacaq 3 4 2 1 olacaq B bəndi. Sonra 42-yə baxaq. Xəritə sxemdə şriftlərlə göstərilmiş regional xas ümumi xüsusiyyətləri müəyyən edin. Birdə deyək ki, bura A deyə, bura B deyə. A-da Qərbi Avropa, B-də isə Cənubi Asiya regionu təsvir edilmişdir. Baxaq, urbanizasiya səviyyəsi çox yüksəkdir. Yəni ümumi xüsusiyyəti istəyir bizdən. Urbanizasiya səviyyəsi Qərbi Avropada yüksəkdir, lakin Cənubi Asiya regionunda urbanizasiya səviyyəsi aşağıdır. Ona görə bir uyğun gəlməz. Əhalinin təbii artımı birinci tipə xarakterikdir. Birinci tip Qərbi Avropaya aiddir. Yəni birinci tip Qərbi Avropaya aiddir. Hindistan isə ikinci tipə aiddir. Ona görə ikini də götürmürük. Daha sonra həyat səviyyəsi yüksəkdir. Bu Qərbi Avropaya aid olacaq. Ona görə 3-ü də götürmürük. Əhalinin daha sıx olduğu regiondur. Bəli, həm Qərbi Avropa, həm də Cənubi Asiya regionu əhalinin daha sıx olduğu regiondur. 4-ü götürərik. Daha sonra əhali əsasən Hind-Avropa dil ailəsinə aiddir. Bəli, bu tamamilə doğrudur. 5-də götürərik. Sonra qədim məskunlaşma regionlardır. Bəli, bu da doğrudur. 5-də götürərik. 6-ını da götürərik. Düzgün cavabımız olacaq 4, 5, 6 A bəndi. Sonra 43-ə baxaq. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına müsbət təsir edən amillər. Günəş radiasiyası miqdarının yüksək olması, bəli, bu doğrudur. Yəni burada alternativ enerjilərin inkişaf edilməsinə gətirib çıxardır. Kəskin kontinental iqlimin olması, yəni kontinental iqlim, yəni heç bir yerdə inkişafa gətirib çıxarmır. Ona görə 2-ni götürməliyik. Sonra hər tərəfdən xarici dövlətlərlə həmsərhəd olması, bu yanlışdır. Yəni anklav ərazidə yerləşir və Azərbaycanla quru sərhəddə yoxdur. Bu da Naxçıvanın ən böyük mənfisidir. Ona görə 3-ü də götürməliyik. Sonra mineral xammal ehtiyatlarının bolluğu, bəli, bu doğrudur. Yəni Naxçıvanda filiz ehtiyatları, civə ehtiyatları, sonra mineral su ehtiyatları, daş duz ehtiyatları boldur. Ona görə 4-də götürərik. Daha sonra əmək ehtiyatlarının kifayət qədər olması, bəli, bu doğrudur. 5-də götürərik. İES-lər üçün zəngin təbii ehtiyatların olması. İES-lər əsasən mazut və neft və qazla çalışdığı üçün Naxçıvanda biz də bilirik ki, çökmə mənşəli süxurlar yayılmamışdır. Ona görə 6-ını da götürməliyik. Düzgün cavabımız olacaq 1, 4, 5 B bəndi.
Sonra baxaq 44-də baxaq. 44-də uyğunluq pozulmuşdur. Fiziki coğrafi rayonlar uyğunluq pozulmuş. Yəni səhv olanları bizdən istəyir. Fiziki coğrafi rayonlar verir, düzənliklər verir, landşaft tipləri və qoruqlar və ya sağlar və milli parklar. Baxaq. Qanlı çay yerləşir. Qanlı çay fiziki coğrafi rayonunda yerləşir. Qanlı çay düzənliyində düzən meşə landşaftı bura qədər düzdür. Amma Türyança yerləşir. Acınahor, Ceyrançıl, alçaq dağlığında. Ona görə bir səhvdə ona görə götürəcəyik. Yəni səhv olduğu üçün götürməliyik. Sonra Kürdi Şirvan, Şirvan, Cənub-Şərqi Şirvan. Kürdi Şirvan yerləşir, amma Cənub-Şərqi Şirvan mərkəzi Arana düşür. Ona görə bu hissə düzgün deyil. Arid meşələr burada düzgün deyil. Pirqulu qoruğuda həmin əraziyə düşür. Pirqulu qoruğuda Dağlıq Şirvana düşür. Ona görə 2-ni də götürərik. Yəni səhv olduğu üçün 2-ni də götürərik. Daha sonra 3-ə baxaq. Mərkəzi Aran, Mil, Cənub-Şərqi Şirvan, bəli doğrudur, yarım səhra, yəni landşaft tipi yarım səhra, Ağgöl, Qızılağac. Bəli, bu doğrudur. Doğru olduğu üçün 3-ü götürmürük. Sonra Qazax, Qarabağ, Gəncə, Qazax doğrudur. Yarım səhra və Quruçu. Qarayazının bir hissəsi də Qazax, Qarabağa düşdüyü üçün 4 də doğrudur. Ona görə 4-ü götürmürük. Düzgün cavabımız olacaq bizdə. Yəni səhvləri götürdüyümüz üçün düzgün cavabımız olacaq 1, 2, C bəndi. Sonra 45-ə baxaq. 45-də deyir ki, dəniz səviyyəsində 1000 metr yüksəklikdə ən isti ayda havanın temperaturu 24 dərəcə qar xəttinin hansı hündürlükdə yerləşdiyini hesablayın və bu yüksəkliyin hansı enliklər üçün səciyyəvi olduğunu müəyyən edin. Üzrlü sayın. 1000 metr yüksəklikdə, yəni baxın, bu dağdır. Baxın, dağın 1000 metr yüksəkliyində havanın temperaturu nədir? Havanın temperaturu 24 dərəcədir. Və buradan da baxın, bu hissədən hər 1000 metrdə 6 dərəcə temperatur dəyişir. Yəni baxın, buradan da bura qədər 1000 metr məsafə var da, yəni 1000 metr hündürlükdə yerləşir. Yəni burada da 6 dərəcə olacaq. 24 üstə gəlsin 6 eləyəcək 30 dərəcə. Yəni tapdıq ki, 30 dərəcəni tapdıq. Daha sonra dağın hündürlüyünü tapmalıyıq. Dağın hündürlüyünü tapan zaman isə 30-u vuraram 1000-ə, bölərəm 6-ya. Bu da bizdə eləyəcək 5000 metr. 5000 metr. Tapdıq ki, dağın hündürlüyünü tapdıq ki, 5000 metrdir. Daha sonra cavablara baxaq. Bizdə 5000 metr olan həm A bəndində, həm də B bəndində göstərilib. A bəndində stropik, B bəndində isə ekvatorialdır. Stropikdə qar xətti 3900-4300 metr aralığında dəyişir. Ekvatorialda isə 5000 metr 5000 metrə 5000 metrdən yüksək ərazilər üçün xasdır. Ona görə düzgün cavabımız olacaq B bəndi. Yəni yəni bu hündürlükdə qar xətti keçəcək ekvatorialda, yəni B-də. Sonra 46-ya baxaq. İqlim diaqramı hansı ölkənin arasında uyğun gəldiyini müəyyən edin. Gəlin qrafikə baxaq. Birinci temperatura baxaq. Temperatur görürük ki, 25 və 30 dərəcə arasında dəyişir. Yəni isti bir ərazi üçün xasdır. Sonra yağıntılarına baxır. Yağıntılar da görürük ki, yəni yağıntılar isə görürük ki, yəni 25 dərəcədən 25-33 dərəcə arası dəyişir. Bu da subekvatorial, ekvatorial iqlim quşağına xas olan bir temperaturdur. Gəlin dəqiqləşdirək. Və diaqramda görürük ki, yağıntıları ekvatorial olsaydı bunun hamısı, baxın, eyni qədərdir. Bu qara xəttlər var, hamısı eyni olardı. Amma ekvatorialda bilirik ki, qış quraq, yay isə rütubətli keçir. Ona görə bu iqlim quşağı, iqlim diaqramı subekvatorial aid olacaq. Gəlin başqa nəyi müəyyən eləyək, hansı yarımkürədə yerləşdiyini. Baxın, burada fikir verirsə, yay aylarında, yəni yay aylarında bizim yəni şimal yarımkürəsində yerləşən yay ayları üçün xarakterikdir. Yəni baxın, iyun, avqust, iyul, avqust ayları üçün yağıntılar boldur. Yəni biz bilirik ki, şimal yarımkürəsində yay fəsli iyun, iyul, avqust aylarında təsadüf eləyir. Cənub yarımkürəsində isə yəni qış aylarında təsadüf eləyir yay fəsli. İndi isə
diaqramı təhlil elədik. Yəni subekvator ilə iqlimə xasdır, yəni şimal subekvator ilə xasdır və hansı ölkələrə aid olduğunu müəyyən etməliyik. Hindistana olar, bəli, Hindistanı götürərik. Daha sonra Myanmar olar, bəli, götürərik. Venezuela'ya olar, götürərik. Mərakeşə olmaz, Mərakeş həm tropik, həm tropikə düşür, ona görə götürmürük. Tayland götürərik, Tunis isə götürməliyik. Baxın, burada fikir verirsə 1, 2, 3, 1, 2, 3, 5 1, 2, 3, 5 cavab var. Gəlin variantlara baxaq. Variantlardan A bəndi olmaz, Mərakeş və Tunisə görə olmaz, A bəndi götürmürük. Daha sonra B bəndində Mərakeşə görə götürmürük. Daha sonra C bəndində yenə Mərakeşə görə götürmürük. D bəndində 1, 2, 5 bu düzgün cavabımız olacaq. D bəndində isə Tunisə görə götürməyəcəyik. Yəni, amma bu açıq tipli bir sual olsaydı, siz burada 4 dənə cavab götürməli olacaqdınız. 1, 2, 3, 5'i götürəcəydiniz. Bu da yəni bir dənə ölkəni artıq veriblər ki, siz çaşdırma məqsədi daşıyır. Amma açıq tipli olsaydı, siz 4'ünü də götürməli idiniz. Sonra baxaq, 47'də baxaq, A, B xətti üzrə müşahidə olunmayan iqlim tipi. Baxaq, qışı qıraq keçən mülayim isti iqlim tipi, bəli, bu müşahidə olunacaq. Yəni, Kür sahilindən Baş-Qafqaz silsiləsinə qədər ərazidə iqlim tiplərinin dəyişməsini bizdən istəyir. Yəni, qışı qıraq keçən mülayim isti iqlim tipi olacaq. Baxın, təxminən bu hissələrdə olacaq. Ona görə A-nı götürməliyik. Yağıntıları bərabər mülayim isti iqlim tipi, yəni qışı qıraq keçəndən biraz yuxarıda olacaq. Ona görə B-ni də götürmürük. Bütün fəsilləri bol yağıntılı soyuq iqlim. Baxın, təxminən bu hissələrdə olacaq. Baxın, bu hissələrdə. Ona görə C-ni də götürmürük. Daha sonra yayı qıraq keçən soyuq Naxçıvanda və qismən də Talış dağlarında yayılıb. Ona görə D-ni düzgün cavab olaraq götürəcək. Yəni, nə Kiçik Qafqazda, nə Böyük Qafqazda yayı qıraq keçən soyuq yayılmayıb. Daha sonra qışı mülayim və isti qıraq keçən yarımsəhra və quru çöl iqlimi, bəli, bu da Kür sahilində olacaq. Ona görə Y-ni də götürmürük. Birinci gələcək hansı iqlim gələcək? Gəlin onu da deyim. Birinci gələcək qışı mülayim və isti qıraq keçən yarımsəhra və quru çöl iqlimi. Daha sonra gələcək ondan sonra biraz yuxarıda qışı qıraq keçən mülayim isti iqlim tipi. Daha sonra yağıntılar bərabər paylanan mülayim isti iqlim tipi. Sonra bütün fəsillərdə bol yağıntı alan soyuq iqlim tipi gələcək. Ən axırda isə dağ tundra iqlim tipi gəlməli idi. Bizdə burada düzgün cavabımız olacaq D bəndi. Yəni soyuq iqlim dedik ki, yayı qıraq keçən soyuq Böyük Qafqaz dağlarında yoxdur. Daha sonra baxaq, xəritə sıxındakı rəqəmlərə əsasən düzgün ardıcılığı müəyyən edin. Bir də həm Qobustan alçaq dağlı, həm də Torağay ola bilər. 2 Şəri Göyçə, 3 Qapçıq, 4 isə Brovar silsiləsi olacaq. Baxaq, birinci Qobustan, birə baxaq. Torağayı, Küşü dağın zirvəsi, xeyr bu olmayacaq. Qapıcıq, Talış silsiləsi 4, 2 və 4 burada pozur. Ona görə A-nı götürmürük. Daha sonra B-yə baxaq. Qobustan alçaq dağlığı bəli 1-ə gedir. 2-yə Şəri Göyçə düzdür gedir. 3-ə Qapıcıq zirvəsi, 4-ə isə Brovar silsiləsi, bəli o doğrudur. Düzgün cavabımız olacaq 48-də B bəndi. Sonra 49 da məsələdir. Yəni çətin bir məsələ deyil. Hara getdi bu? Hə, buradadır. Deyir ki, fiziki xəritədə 39 və 41 dərəcə şimal ilə arasındakı məsafə 44,4 cm-dir. Bu xəritənin xətti miqyasını müəyyən edin. Eyni illikdə yerləşdiyi üçün 41-dən biz 39-a çıxacağıq. 41-dən biz 39-a çıxanda eləyəcək bu 2 dərəcə fərq var aralarında. 2-ni vuracam mən 111-ə. Bu bizdə eləyəcək nə qədər? 2-ni komparanda bu bizdə eləyəcək 222 km. Buna qədər həll elədik. Daha sonra isə 222 km biz xəritədəki məsafəsini tapmalıyıq. Daha sonra bu xəritədəki məsafə, həqiqi məsafə
və miqyasını tapmalıyıq. Yəni miqyas bərabərdir. Buranı təmizləyim, yəni daha yaxşı izah edeyim. Yəni miqyası tapmaq üçün də miqyas bərabərdir. Həqiqi məsafə bölünsün xəritədəki məsafə. O da bizdə yəni həqiqi məsafəmiz 222 kilometrdir. Xəritədəki məsafəmiz isə 44,4 santimetrdir. Bu da bizə verəcək nə qədər? 5 kilometr. Biz də baxırıq ki, sıfırdan bu tərəfə baxacağıq. Sıfırdan bu tərəfə baxanda bizdə kilometr nə olmalıdır? A bəndində metrlə verib, ona görə A bəndi səhvdir. Sonra 100 metr olmaz. Bizdə 5 kilometr tapmışıq. B bəndi səhvdir. 50 kilometr deyil, 5 kilometr tapmışıq. Ona görə C bəndi səhvdir. D bəndi 30 kilometr deyil, 5 kilometr olmalıdır. Y-də baxırıq ki, 5 kilometrdir. Bəli, bu doğrudur. 5, 0, 5, 10, 15, 20, yəni 5 kilometr artır. Arta gedir. Daha sonra 50-yə baxaq. Xəritə sxemdə inzibati rayonlar arasında məskunlaşmış əsalı xalqları müəyyən edin. Xəritə sxemdə Şəki-Zaqatala fiziki coğrafi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu təsvir olunmuşdur. Və burada hansı xalqlar yaşadığını müəyyən edək. Saxorlar bəli düzdür, yaşayır. Biri götürərik. Yəhudilər Quba Xaçmaz iqtisadi rayonunda yaşayırlar. Yəni qırmızı qəsəbədə, Qubada qırmızı qəsəbədə. Ona görə 2-ni götürmürük. Odinlər Qəbələdə yaşayır. Bu Şəki-Zaqatala aiddir. 3-ü də götürürük. Kürdlər Qarabağda yaşayırlar. Yəni Şərqi Zəngəzurda yaşayırlar. Ona görə 4 Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yaşayırlar. Onu 4-ü götürmürük. Daha sonra Xanallıqlar Quba Xaçmazda, yəni Quba rayonunda yaşayırlar. Ona görə 5-i götürmürük. Qoylar isə Zaqatala və Balakən rayonunda yaşayırlar. Ona görə 6-nı götürərik. Düzgün cavabımız olacaq 1, 3, 6 C bəndi. Daha sonra qərb isə 51-ə baxaq. Buranı təmizləyək. Aha. 51-də deyək ki, qərb hissəsi seismik cəhətdən daha fəal olan ölkələr, yəni seismik cəhətdən fəal olan hissələr bizdən soruşur. Geosignal ərazilərini soruşur. Rusiyanın qərb hissəsi Avropaya düşür. Geosignal deyil, platformadır. Qazaxıstan qərb hissəsi Avropa tərəfə düşür, yəni platformaya düşür. Ona görə platformadır. Sonra Meksikanın qərbi Kalriya dağlarına düşür. Yəni geosignalda yerləşir. 3-ü götürürük. Misir ümumiyyətlə platformada yerləşir. Boliviya Ant dağlarına düşür. Yəni qərb hissəsi. Geosignalda düşür. 5-i götürürük. Həmçinin Kanadada Kolye dağlarına düşür qərb hissəsi. Yəni geosignalda yerləşir. Düzgün cavabımız olacaq 1, 5, 3, 5, 6 C bəndi. Sonra baxaq. Orta Sibir yaylası, Tranovalı, Skot yarımadası üçün ümumi əlamətlər. Yəni bu ümumi əlamətləri bizdən istəyir. Əhalinin sıxı hazır emal edici sənayinin əksər sahələri inkişaf etmişdir. Xeyr, bu yanlışdır. Yəni emal edici sənayinin əksər sahələri inkişaf etməmişdir. Ona görə A bəndi səhvdir. Amma əhalinin sıxlığı az olduğu düzdür. Daha sonra rekreasiya imkanları məhduddur. Tüstüsüz sənaye zəif inkişaf etmişdir. Yəni tüstüsüz sənaye dedikdə turizm sahəsini nəzərdə tutur. Ona görə B düzgün cavabımız olacaq. O biri variantlara baxaq. Avrasiya materikində yerləşir. Zəngin bioloji ehtiyatlara malikdir. Zəngin deyil, kasıb bioloji ehtiyatlara malikdir. Ona görə C-də səhvdir. Sonra antropogen təsir güclüdür. Torpaqların rekultivasiya ehtiyatına böyükdür. Yəni antropogen təsir zəifdir. Ona görə D-də götürmürük. Daha sonra platform özəndə yerləşir. Zəngin filiz faydalı ehtiyatlara malikdir. Düzənlik ərazilərdə filiz ehtiyatları deyil, çökmə ehtiyatları yayılmalıdır. Ona görə də Y səhvdir. Düzgün cavabımız oldu 52-də B bəndi. 53-ə baxaq. Kəsmə yüksəkliyi 50 metr olduğu sxemdə bir məntəqəsinin atmosfer təzyiqi 720 mm-dir. A məntəqəsinin atmosfer təzyiqini hesablayın. Baxın, burada müsbət Berg-ştriklərə baxaraq biz bilirik ki, dağ təsvir olunub, yəni müsbət relief forması təsvir olunub. Yəni kənarlara doğru nə olacaq? Daxili horizontaldan kənarlara doğru rəqəmlər azalmağa doğru gedəcək. İndi isə gəlin biz B ilə
A ilə B arasındakı yəni horizontalların sayına baxaq. 1, 2, 3, 4, 4 boşluq var. 50 biz vurarıq 4-ə. Bu bizə verəcək 200 metri. 200 metre. Daha sonra isə 200 metri mən böləcəm 10-a, yəni hər 10 metrdə 1 milli atmosfer civə sütunu atmosfer təzyiqi düşür. Ona görə 200 böləcəm 10-a. Bu bizə verəcək nəyi? 20. Düzgün cavabımız burada 20 olmayacaq. Baxın bu dağdır. Baxın bu dağda dağ. B məntəqəsi buradadır. A məntəqəsi buradadır. B məntəqəsində 720-dir. 720-dir. Yəni biz zirvəyə qalxdığımız zaman atmosfer təzyiqi düşür. Ətəyə düşdüyümüz zaman isə atmosfer təzyiqi qalxır. Ona görə də tapdığımız rəqəmi, yəni 720-nin üstünə 20-ni gələcək. A məntəqəsindəki atmosfer təzyiqini tapacaq. 720 üstəgəlisi 20, bu bizə verəcək 740-ı. Düzgün cavabımız olacaq 740. Sonra 53-ün cavabı oldu 740. Sonra 54-ə baxaq. 54-ə baxaq. Deyir ki, Botnik körfəzini Umman körfəzini fərqləndirən xüsusiyyət. Baxaq, sahillərində yol mənşəli reli formalar geniş yayılmışdır. Botnik körfəzi Baltik dənizində, Umman körfəzi isə Ərəbistan dənizinə məxsusdur. Sahillərində yol mənşəli rel formalar geniş yayılmışdır. Bu Umman körfəzinə aiddir. Lakin bizdə Botnik körfəzini fərqləndirməyimizi istəyir. Ona görə biri götürmürük. Daha sonra sahillərində yalnız muson iqlimi formalaşır. Bu heç birinə aid deyil. Suların duzluğu miqdarı çox aşağıdır. Bəli, biz bilirik ki, Baltik dənizində suların duzluğu çox aşağıdır. Ona görə 3-ü götürərik. Sahillərə qırışıq və iynəyarpaqlı meşələr örtülmüşdür. Bəli, bu sahillər qarışıq və iynəyarpaqlı meşələr örtülmüşdür. Bəli, bu doğrudur. Umman körfəzi isə səhra və yarımsəhra landşaftlı örtülmüşdür. Ona görə 4 götürərək. Materik daxil dənizin tərkib hissəsidir. Bəli, bu da doğrudur. Düzgün cavab 3, 4, 5. Umman körfəzi isə yerləşir materik kənarı dənizin tərkib hissəsidir. Sonra 55-ə bax. 55-də deyir ki, xəritə sxemi əsasında kəşf edilmiş qaz ehtiyatları daha çox olduğu 3 ölkəni müəyyən edin. Baxın, gəlin bu ölkələri birinci biz müəyyən edək. Birinci İrandır, ikinci Rusiyadır, 3 Ekvador, 3 baxın buradadır, biraz görsənmir. 3 Ekvador, 4 Avstraliya, 5 Kongo Demokratik Respublikasıdır. Baxaq. Yəni qaz ehtiyatları da biz bilirik ki, 1 İranda olacaq, 2 Rusiyada, sonra isə bir də 1, 2 baxa 1, 2, 1, 2, 3, 4 baxaq 1 1, 2, 3 bir də Ekvadorda olacaq. Bir də 6 Türkmenistan olmalıdır. Burada 6 Türkmenistan. Üzrlü sanki Türkmenistan görmədim. Bir də izah edin bunu. Baxın, rəqəm biraz, yəni PDF biraz keyfiyyətsizdir. Baxın, bura 6'dır Türkmenistan'da 6. Yəni 1'ə aid 1 İran, 2 Rusya, 3 Ekvador, 4 Avstraliya, 5 Kongo Demokratik Respublikası, 6 olacaq Türkmenistan. Bizdə də düzgün cavab olacaq. Yəni qaz ehtiyatları olduğu ölkələr 1 daha çox olduğu ölkə 1 İran, 2 Rusya, 6 Türkmenistan. Düzgün cavab olacaq 1, 2, 6. 1, 2, 6. Sonra 56'ya baxaq. Uzunluğu eyni olan A çayının meyilliyi 0,5 metr bölünsün kilometr. B çayının meyilliyi isə 5 metr bölünsün kilometrdir. A çayının hansı xüsusiyyətlərinə görə B çayından fərqlənir? Yəni meyilliyi biz bilirik ki, düşmə bölünsün uzunluqdur. Uzunluğa olan nisbətdir. Biz burada yəni yadda saxlamalıyıq ki, birdən böyük çaylar dağ çaylarıdır. Birdən kiçik çaylar isə düzən çaylarıdır. A çayı biz müəyyən etdik ki, düzən çaydır. B çayı isə dağ çayıdır. Bura qədər biz müəyyən elədik. İndi isə gəlin xüsusiyyətlərinə baxaq. Yəni bizdən B çayının fərqlənən xüsusiyyəti bizdən istəyir. Nəqliyyat imkanlarına malikdir. Bəli, düzənlik çaylarında nəqliyyat imkanları daha geniş olur. Biri götürərik.
Daha sonra dib eroziyası güclüdür. Dib eroziyası dağ çaylarında baş verir. Bu B çayına aid xüsusiyyətdir. Yəni A çayına aid xüsusiyyət deyil, onu ikini götürmürük. Daha sonra U şəkilli çay dərəsi yaradır. Bu A çayına aid olacaq, yəni düzənlik çayına aid olacaq. Üçü də götürərik. Daha sonra düşməsi daha böyükdür. Bu B çayına aid olacaq. Biz də A çayını fərqləndirməyimizi istəyir. Ona görə 4-ü götürmürük. Akkumulasiya prosesləri üstünlük təşkil edir. Bəli, bu düzənlik çaylarına aiddir. Yəni akkumulasiya prosesi düzənlik çaylarına aiddir. 5-i də götürərik. Düzgün cavabımız olacaq 1, 3, 5. Bəs dərin kanyonlar yaradır. Dərin kanyonlar, yəni B şəkilli kanyonlar isə dağ çaylarına aiddir. Yəni 6-nı götürməyəcək. Aid deyil. Düzgün cavabımız olacaq 1, 3, 5. Yəni A çayını B-dən fərqləndirən xüsusiyyətləridir. Sonra 57-yə baxaq. Uyğunluğu müəyyən edən Şimali Avropa, Cənubi Avropa və Orta Avropa AES-lər istehsal olunan enerjiyə görə dünyada qabaqcıl yer tutur. Bu Orta Avropaya da olacaq, xüsusilə Fransa 3-ə A gedəcək. Sonra əhalinin sıxlığı nisbətən aşağıdır. Bu Şimali Avropaya da olacaq. Yəni iqlimlə əlaqədardır. 1-ə B. Daha sonra hidroenerji və meşə ithəlatı daha zəngindir. Bu Şimali Avropaya aid olacaq. 1-ə C gedəcək. Yəni daha sonra Orta İnkişaf səviyyəsinə malik ölkələr vardır. Bu Cənubi Avropaya aid olacaq. İspaniya, Yunanistan, Kipr, Xorvatiya kimi ölkələr bura aid etmək olar. 2-yə gedəcək D. Daha sonra sitrus meyvəçiliyi və zeytinçiliyi yaxşı inkişaf etmişdir. Bu Cənubi Avropaya aid olacaq. Düzgün cavabımız olacaq 1-ə B, C, 2-yə D-yi, 3-ə A gedəcək. Böyle başqa şey yoxdur. İndi isə qapalı tipli test tapşırıqlarını işlədik. İndi substansiya tapşırıqlarına baxaq. Yəni illik hərəkətin nəticəsində eyni məntəqədə günəş şüalarının düşmə bucağının dəyişməsi ilə ərzində fərqli hava şəraitinin formalaşmasına səbəb olur. Bu da öz növbəsində ərazinin aqroiqlim ehtiyatlarının təminatına və həmçinin kənd təsərrüfatı sahələrinin inkişafına təsir edir. Təqdim olunan qrafikdə 5-in 8-ci saat quşağının orta meridianında yerləşən bir məntəqəsinin günorta günəş düşmə bucağı ilə ərzinin dəyişməsinin əks olunmuşdur. Verilən məlumatlara əsasən bir məntəqəsinin təbiətini və təsərrüfatını təhlil etmək mümkündür. Baxın, burada bizə açar söz kimi 5-in 8-ci saat quşağı verilib. 8-ci saat quşağı tapmaq üçün 8-i vuracam 15-ə. Bu bizə verəcək 120. 120'dir. Yəni bu da olacaq bizdə 120 dərəcə şərq uzunluğu. 120 dərəcə, daha doğrusu 120 dərəcə şərq uzunluğunu bizə vermək. 120 dərəcə şərq uzunluğu. Daha sonra baxaq görək burada nədir? Biz görürük ki 22 dekabrda günəş şüaları 90 dərəcə bucaq altına düşür. Bu cənub yarımkürəsinə aid olacaq 23.5-ə. Yəni tapdıq ki 23.5 cənub enliyi 120 dərəcə şərq uzunluğuna aiddir. Yəni biz coğrafi koordinatını tapdıq. Daha sonra verilən tapşırıqları yerinə yetirir. 58-də deyir ki, təqdim olunan məlumata əsasən bir məntəqəsinin coğrafi koordinatlarını və yerləşdiyi ərazinin relyef formasını müəyyən edin. Yəni bu koordinatlar Avstraliyaya aid olacaq. Yəni Avstraliyanın qərbi üçün xasdır. Onu da qeyd edeyim. Yəni biz tapdıq ki, biri koordinata aid oldu. Birinci 58-ə koordinata aid oldu. 23.5 dərəcə, 25.5 cənub enliyi 120 dərəcə şərq uzunluğu. Yerləşdiyi ərazinin reforması isə arid dendasyon reforması, yəni Avstraliyanın qərbi dağlıq yaylalarla əhatə olunmuşdur. Yəni biz bura həm arid dendasyon da yaza bilərik, yoxud da yayla da yaza bilərsiniz. Daha sonra 9-a baxaq. Təqdim olunan məlumata əsasən bir məntəqəsində yerləşdiyi əraziyə aid olanları müəyyən edib yazın. Yəni Avstraliyadır və arid dendasyon relyefə malik bir ərazidir. Daha sonra 60-a baxaq. Təqdim olunan məlumata əsasən bir məntəqəsində yerləşdiyi ərazinin formalaşan təbii zonanı və burada inkişaf etdirilməsi üçün daha əlverişli təbii şəraitin olduğu kənd təsərrüfatı sahəsini müəyyən edib yazın. Yəni biz bilirik ki, yəni Avstraliyanın qərbi yarımsərhəd və quru çöl
quru zonasında yerləşir və inkişaf bu ərazidə nə inkişaf etdirmək olar? Suvarma əkinçiliyi və qoyunçuluğu inkişaf etdirmək olar. İzahımız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün faydalı olar. Gələn videolarda görüşəndək hələlik.